Yəni mən ümumiyyətlə pasiyentlə işləyəndə, belə nəsil kökü araşdıranda uzun müddət elə bir hər bir xəstəni işləyəndə elə bir ki, bax bu qapağı belə kəsiblər, beynimi çıxardıblar. O kimi baş ağrı başlayırdı məndə və hətta o nəslin faciəsini görəndə ürəkbulanmam həqiqətən bu elə belə bir hesablama deyil. Belə baxanda ağırdır da. Çox ağırdır. Elə bir nəslin nəslin faciəsini yaşayırsan. Hətta elə məqamlar ortalığa çıxır. İnsan özü yəni dəhşətə gəlir ki, bu necə işləyir. Və bu məqamları işlədikcə, yəni həqiqətən də hər pasiyentdən mən ona görə deyirəm, elə bir kafamı o deyir, beynimi çıxardıblar, beynim sızıldayırdı. Belə ağrılar var idi. Amma öz qohumlarım bizə gələndə uşaqlar yoldaşım da qorxa-qorxa ağrıyırsan, bu boyda millətisən, hesablamısan. Dedim, yox, elə qidalanmışam. Elə ləzzət elədi. Yəni öz nəslivə bax sadədə, yəni bilirdim ki, sabah işə gedəcəm, sabah küllü miqdarda pasientlər gələcək, amma onunla belə mən yorulmamışdım, daha da qidalanmışdım. Elə bir o qədər energetik olaraq sən elə bir doyursan, elə bir adaptörü qoyurmusan telefona, 100% adaptör və sən özü çox güclü hesab edirsən. Bax, bu kök budur. Və bu kökü düzgün qidalandırmaq lazımdır. Və sizin sualınıza bir dənə də bir neçə məqam var. Niyə insan bu vəziyyətə düşür? Hər bir insan sadəcə insandır, düzdürmü? Qoyun mən rəngli çəkim ki, siz başa düşəsiniz ki, ümumiyyətlə insanın başına nə gəlir. Niyə? Bax, bu sizsiz, düzdürmü? Bax, insan, bağışlayın məni rəsm çəkməyimə görə və insanın beynində küllü miqdarda fikirlər var, düzdürmü? Beyin doludur, onu eləyim, bunu eləyim, bunu eləyim, onu eləyim, o belə, bu belə, o dedi, bu dedi və bu fikirlər insanda energetik aura var. O onu energetik olaraq çöktürür. Fikirlər. Bu bir məqam. Bu bir məqam. Yenə də insan, məsələn, burada müxtəlif şeylər var. Bu insandır. Düzdürmü? Və o yaşayır. Bizdə Azərbaycanda çox, hər bir yerdə var. Bizimkilər lap buna. Və orada bir adam var. Və burada biz onun görəsən məndən nə fikirləşdi? Mən özümü belə aparım ki, filan kəsə xoş olsun. Ayıbdır, yaxşı deyil. Bu kimi elə bir, o yadınızdadır, siz bir dəfə dediniz ki, bir insan bura gəlmişdi və kommentlərdən sonra birdən-birə xəstələndi. Burada faciə baş verdi. Niyə? Ona görə ki, məsələn, ortalığa çıxıb tanınmış adam olmaq çox çətindir. Ona görə ki, burada dost da var, düşmən də var. Düşmən o deyil ki, düşməndir. Yəni ki, fikri səninlə düzgün gəlmir. Sən dediyin fikir ona qıcıq gətirir. Bu normaldır. Və işte o da insandır və durub söyür səni. Məsələn, mənə o qədər kiminləsə kommentlərdə ki, filan kəsə oxşayır, ki, danışığı budur, gülməyi çoxdur. Yəni bu, amma bu o deməkdir ki, insan zəif olanda bu cürə kommentlər insanı çöktürür, xəstəliyə gətirir. Energetik olaraq onlar itirirlər. Bu sırf çıxışlara görə deyil. Bu çıxış mən böyük formada deyirəm. Bu adicə siz getdiniz evə, evdə getdiniz toya, yaxud hansısa bir xeyir işə, qohum arasına girdiniz və insan niyə qaçır qohumlardan? Filan kəs dalınca onu dedi. İnsan çökür, getməyəcəm, onlarla da oturmayacam. Bu nə idi, bu nə söz idi mənə dedi. Və o fikir onu çürüdür. Dalınca filan şey dedi.
bunu elədi. Və bu bizi bir dedikodu. Başa düşdünüz? Və biz bunun fikrinə fikir veririksə, yenə də biz çökürük. Məsələn, bir hadisə var idi. Özüm toya getmişdim və çox vaxtı görürsüz, bu gün Aytən xanım dedi ki, Radə xanım, nə olar bəzənin gəlin. Bu bəzənib gəlmək üçün saat yarım mən salonda oturmuşam. Yəni ümumiyyətlə də mən salon adamı deyiləm. Həqiqətən və deyirəm, ayda gör nə qədər burada vaxt itirdim boş-boşuna. Bunu eləyərdim, bunu eləyərdim. Var insan xoşlayır. Yəni ki, mən də onların ayrı formasıyam. Və iş vaxtı idi. Yoldaşım biz toya getməli idi, qohum toyuna. Əlbəttə ki, iş paltarında yoldaşıma zəng elədim. Ayda paltarımı dəyişmədim. Bu viddə getsəm olarmı? Deyir ki, hər şey eybi yoxdur, gəl. Oturarıq bir yerdə, gedərik evə. Və gəlirəm toya, oturub sevindik, oynadıq. Çox qohum toyudu, gözəl idi. Nəsə gəlirəm, bir qohum zəng eləyib mənə deyir, filan kəs sənin dalıca deyib ki, o nə viddə idi, gəlmişdi toya. Normal adam yəni pis olur. Mən məsələn deyirəm ki, sən fikir eləmə mənə görə. Üzü olsaydı üzmə deyərdi. Dalımca deməyi düşmür. Həmişə vardı. Amma bu insanların hamı müsbət şeylər. Yox, siz başa düşməlisiniz ki, bu kimi fikirlər insanı çökdürür. Və siz gərək burada başa düşəsiniz ki, siz bu boşluğa gəlmisinizsə, bu oradan-burdan deyil, ümumiyyətlə bir dənə şey deyil. Yəni siz gərək başa düşəsiniz ki, niyə bu sizi çökdürüb?